Salam dostlar, kanalıma xoş gəlmisiniz. Mən Səkinə xanım Cəbrailova artıq 9 ilə yaxındır ki, ingilis dilinin tədrisi ilə məşğulam. Bu kanalda isə sizlərlə şəxsi inkişaf, təhsil, karyera haqqında danışırıq. Bugün isə sizlərdən gələn sualları cavablandırmaq istəyirəm. Lüğəti necə effektiv öyrənmək olar? Lüğəti öyrənməyin bir neçə üsulu var. Siz öncə təyin etməlisiniz ki, siz necə bir öyrənənsiniz. Məsələn, elə tələbələr var ki, yazmaqla daha yaxşı öyrənir. Elə tələbələr var ki, şəkilləri vizuallaşdırmaqla, yaxud da bəziləri isə dinləməklə daha yaxşı öyrənə bilər. Sizə hansı uyğundursa, onu seçməlisiniz. Məsələn, mən tələbə olanda, IELTS-a hazırlaşanda daha çox yazırdım və yazdığım akademik sözlər mənim yaddaşımda yaxşı qalırdı. IELTS hansı section daha çətindir? Buna əksər müəllimlər və tələbələr writing deyə cavab verər, amma mən düşünürəm ki, reading daha çətindir. Çünki reading sizdən təkcə ingilis dili bacarığı istəmir. Reading sizdən həmçinin tənqidi düşünmə və analiz bacarığı da tələb edir. Bəzən ola bilər ki, tələbənin ingilis dili yaxşı olsun, lakin bu bacarıqlar olmadığı üçün, yaxud daha zəif olduğu üçün daha az nəticə göstərə bilərlər. İngilis dili müəllimi olmasaydınız nə olardınız və niyə? Həkim olmaq istəyərdim, çünki son illər bu sahəyə daha çox marağım yaranıb və düşünürəm ki, hər ikisi də insanlara xidmət edir ona görə. Hansı YouTube kanallarını məsləhət görürsünüz? İngilis dili öyrənmək üçün sizə Easy English YouTube kanalını məsləhət görürəm, çünki kanalda öyrədilən qrammatika animasiyalar vasitəsilə təqdim olunur və siz qrammatikanı nəyisə əzbərləməklə yox, sırf həmin o situasiyanı görərək öyrənmiş olursunuz. Qrammatikanı öyrənmək istəyirsinizsə, sadə zamanları öyrənmək istəyirsinizsə, speakingi inkişaf etdirmək istəyirsinizsə, mütləq həmin kanala abunə olun. Kanalın adını aşağıda qeyd edərəm sizlər üçün. Hansı tipli tələbələri sevmirsiniz? Bura nəinki tələbələr, həmçinin insanlara da aid edirəm. Araşdırmağı sevməyən, özünə əziyyət verməyən, asana qaçan tələbələri yaxud da insanları sevmirəm. Heç olubmu ki, özünüz tələbələri uzaqlaşdırasınız və səbəb? Olub. Məsələn, tələbənin biri çox dərs buraxırdı və artıq dərs effektiv olmurdu. Ona görə də məcbur oldum, saxladım. Bir tələbənin də sınav dərsimə yazılmışdı. Xanımın oturuş tərzi mənim heç xoşuma gəlmədi. Yəni, ola bilər mən ondan yaşca kiçiyəm, amma nəticədə müəlliməm və qarşımda oturuş tərzi xoşuma gəlmədiyi üçün mən onu yarımçıq saxlamışdım. İngilis dili müəllimlik fakültəsinə qəbul olmuşam. Hansı fənlər tədris olunacaq? Düzünü desəm, mən təhsil aldığım müddətdə ola bilər ki, indi fənlər dəyişirsin, amma ümumi olaraq sizə tədris olunacaq qrammatika, fonetika, lingvistika, metodika, dilçilik, Azərbaycan dili, mülki müdafiə, tarix, ingilis dili ədəbiyyatı, ingilis dilinin tarixi. Universitetdə hansı fənləri sevirdiniz, hansılarını sevmirdiniz? Qrammatikanı sevmirdim, açığını desəm. Fonetika fənini və lingvistikanı çox sevirdim. Shadowing texnikası nədir və əyani olaraq göstərə bilərsinizmi? Shadowing texnikası, dostlar, İngilis dilində aksentinizi gücləndirmək istəyirsinizsə, daha da inkişaf etdirmək istəyirsinizsə, shadowing texnikasından istifadə edə bilərsiniz. Bu texnika vasitəsilə sizlərə bəzi videolar təqdim olunur və həmin videoları izləyərkən həmin aktyorun yaxud aktrisanın danışdığı mətni özünüzdə təkrarlamalısınız və nəinki həmin mətni təkrarlamaq, düzgün tələffüz etmək, həmçinin ora bir emosiya qatmaq, tonlamalara da fikir vermək önəmlidir ki, aksentiniz daha xoşa gələn olsun. Əyani videonun sonunda göstərərəm. Hansı aktyor və aktrisaları məsləhət görərsiniz shadowing üçün? Yəqin onlarda da savadlı və savadsız aktyor və aktrisalar var. Bu düzdür. Məsələn, onlarda bir veriliş var, Keep Up With The Kardashians. İngilis dilini öyrənmək üçün dinləyə bilərsiniz, lakin onların nitqləri, məsələn, adi savadsız vətəndaşın nitqi kimidir. Amma savadlı nitq dinləmək istəyirsinizsə, sizə aktrisalardan Meryl Streep'i məsləhət görə bilərəm, Kate Blanchett, Natalie Portman, aktyorlardan isə Jim Carrey shadowing texnikası üçün məncə əladır. Daha sonra... Mən hələ hazırlığa başlamamışam. Nə məsləhət görürsünüz başlamazdan öncə? Əgər ingilis dili kursuna hələ getmirsinizsə,
və bu yaxınlarda başlamaq istəyirsinizsə, məsləhət görərdim ki, ilk öncə dinləmənizi gücləndirəsiniz. Çünki onsuz da orada sizdən tələb olunacaq. Nə qədər çox dinləmə, o qədər mükəmməl danışıq. Sonra oyunlar oynamaq effektivdirmi? Hansı oyunları məsləhət görürsüz? Bəli, oyunlar ingilis dilini öyrənmək üçün ən əyləncəli vasitələrdən biridir. Tabu oyununu məsləhət görürəm sizlərə. Bu oyun vasitəsilə siz bir sözü digər insanlara izah etməlisiniz. Lakin bəzi açar sözlər var ki, o sözlərdən istifadə etməməklə. Bu oyunun ən faydalı xüsusiyyəti odur ki, siz beyninizi işlədirsiniz. Yəni bir sözü tapmaq üçün öz beyninizi zorlayırsınız ki, mən bunu necə düzgün ifadə edə bilərəm, falan sözlərdən istifadə etmədən necə öz fikrimi çatdıra bilərəm. Çox faydalı bir oyundur. Həmçinin bəzən tələbələrlə bir oyun oynayıram. Məsələn, bir söz deyirik, həmin sözün sonuncu hərfi ilə tələbə başqa bir söz deməlidir. Bu həm lüğət ehtiyatınızı gücləndirir, həm də daha tez düşünmə bacarığınızı da inkişaf etdirir. Ən çox edilən səhvlər hansılardır? Ən çox edilən səhvlərə daxildir zaman formalarını qarışdırmaq. Tələbələr məsələn davam edici zamanla sadə zamanları qarışdırırlar. Söz önlərində səhvləri olur. Daha sonra ən əsası mən bu yaxınlarda tələbələrin çoxunda bunu müşahidə edirəm. Sinonim sözləri düzgün istifadə etmirlər. Düzdür, ola bilər ki, sinonim sözlər bir-birini əvəz edir, amma bütün situasiyalar üçün bu keçərli deyil. Sizcə gündəlik neçə dəqiqə məşq etmək kifayətdir? Əgər sırf speaking üçün nəzərdə tutursunuzsa, gündəlik 15-20 dəqiqənizi speakingə ayırsaz, amma gündəlik olmaq şərtilə tezliklə sizin nitqdə səlisliyiniz artacaq. İngilis dilini öyrənməkdə motivasiyanı necə qorumaq olar? Dostlar, ümumiyyətlə nəyisə öyrənərkən özünüzü məcbur hiss etməyin. Daha əyləncəli yollarla öyrənin, mahnılara qulaq asın, filmlərə baxın. Məsələn, yorğunsuz, eləmək istəmirsiniz. Okey, sadəcə 2-3 mahnıya qulaq asın, kifayətdir. Amma hər gün edin. Əsas olan disiplindir. Dil öyrənərkən sizin də komik səhvləriniz olubmu? Olub. Tələbə vaxtı car sözünün yerinə machine demişdim və hamı mənə gülmüşdü. Qrammatika yoxsa danışıq hansını öyrətmək daha çətindir? Danışıq öyrədilmir. Danışıq praktika olunur. Düzdür, tələbənin danışarkən etdiyi səhvləri düzəldirəm, tələffüz səhvlərini də düzəldirəm, amma danışıq sırf praktikadan asılıdır. Yeni başlayanlara nələri tövsiyə edərsiniz? Yenə də deyirəm, çoxlu dinləmə eləyin, mahnılarla başlayın, cizgi filmlərə baxın, çoxlu söz öyrənin. Qrammatikanı öyrənə bilərsiniz, bu asandır, qrammatika yerinə düşəcək. Amma nə qədər çox söz bilsəz, fikrinizi bir o qədər yaxşı ifadə edəcəksiniz. Niyə ingilis dili müəllimi olmağı seçmisiniz? Düzünü desəm, müəllim olmaq mənim arzum olmayıb. Sadəcə balım buna çatdı və Dillər Universitetini 7-ci yazmışdım və ora düşdüm. Müəllimlikdə sizi ən çox motivasiya edən nədir? Təbii ki, tələbələrin uğurları. Tələbələr ən çox hansı çətinliklə rastlaşır? Bunu bayaq qeyd etdim. Danışıqda çətinlikləri olur. Bəzən ideya tapmamaq kimi problemləri də olur. Məsələn, elə tələbələr var ki, danışa bilir, amma ideyası çatışmır. Buna görə də xahiş edirəm, çoxlu kitab oxuyun, dünya görüşünüzü artırın. Sonra bu qədər. Suallar bitdi. İndi isə keçək sizlərlə shadowing texnikası etməyə. Mən YouTube-dan sizlər üçün bəzi videolar seçmişəm. Gəlin bir yerdə onları dinləyək və shadowing texnikasını etməyə cəhd eləyək. Deməli dostlar, sizin üçün bir video tapmışam. Qürur və Qərəz əsərindən. Gəlin birlikdə dinləyək. Made me the offer of your hand in any possible way that would have tempted me to accept it. From the very beginning, your manners impressed me with the fullest belief of your arrogance, your conceit, and your selfish disdain for the feelings of others. I had not known you a month before I felt you were the last man in the world whom I could ever marry. You are the last man in the world whom I could ever prevail upon to marry. Görürsünüz dostlar, burada nəinki onun tələffüzünü təqlid etmək, həmçinin mən bura biraz emosiya da qatdım, daha tonlamalara da fikir verdim. Yəni bu cür texnikana
bu cür işləsəniz və həmçinin emosiyaları da təqlid etsəniz, tezliklə aksentiniz məncə düzələr. İndi isə sizlərə Millie Bobby Brown'un danışığını göstərəcəm. Xanımın Britaniya aksenti var. When I was like, I'll have them both. And I called them Becca and David. Which basically are Becky and David. But you know Jon Snow from Game of Thrones? Yeah. He has that northern English accent. He's like, Jon Snow. So you're like... İndi isə gəlin Millie Bobby Brown'un danışığını təqlid edək. Görüm necə eləyəcəm. I called him Becca and David, which is basically Becca and David. Do you know Jon Snow from Games of Thrones? He has really a Northern Ireland accent, like Jon Snow. Bilmirəm necə alındı ya yox. Amma burada aktrisanın emosiyalarını təqlid eləməyə çalışdım. Aha. Sonra digər videoya keçək. Burada Hindistan aksenti də var. Onu da təqlid elədən maraqlı olar. Yox. Başqa nə deyəcəydim? Hə, tələbənin biri sual vermişdi, o sualı oxumadım. O sualı da cavablandırım. Cavablandır. Deməli, sual Amerikan aksentinə bağlı idi. Amerikan aksentinə xas olan özəlliklər nələrdir? Amerikan aksentində əsasən R səsinin deyilişinə biz rast gəlirik. Məsələn, Britaniyalılar deyir car, Amerikanlar deyir car, hard. Yəni bizim R səsi onlarda basqın tələffüz olunur və o səsi isə daha çox A səsi kimi tələffüz olunur. Məsələn, Britaniyalılar deyir hot, Amerikanlar deyir hot, hot, stop, stop və s. Bu qədər dostlar. Dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Əgər bəyəndinizsə kanalıma abunə olmağı unutmayın.